gəlin. Doğrusu tez qayıtmasaydım olmazdı. Burada ağır bir xəstə qoyub getmişdim. Siz çox mehriban, qayğıkeş qadınsınız. Ustad, o hansı xəstə haqqında danışır? Yox, ana, axı sənin niyə atama yazığın gəlmir? Bax sənə deyirəm, sən istəsən də, istəməsən də. Ustad, məncə onun sizdən xoşu gəlir. Tək elə olsun şagird, Allah ağzından eşitsin. Oğlunuz işləməyimə mane olur. Cəfər, Sən doğru deyirsən. Onda uşağı alıb, Gülsümü aradan götürəcəm. Tez bir yolunu fikirləş tap. Siz narahat olmayın. Oldu. Sultan. Özüm sənə zəng eləyəcəm dostum, yaxşı? Ata? Ana, atam. Ata. o artıq həddini aşır. O səndən Arzunun arasına girdiyi üçün belə eləyirsən? Gülsümün yerini dəqiqləşdirdim. Doğrudan, bax bu əla xəbər oldu. Manaf bəy, sizə hörmətimiz var, amma daima əl qaldırmağınıza sakit baxa bilmərəm. Əlini çək. Çək əlini. Əgər onun şərti ilə razılaşmasaydınız, məni ən azı 5 il görməyəcəydiniz. Yaxşıdır ki, bu dəfə özü üçün yox, oğlu üçün istəyir. Bəlkə də Qumru razı olar. Atam düz deyir, anacan. Sənlə bu barədə danışmışdıq, hə? Qumruya deməyə üzüm gəlmir. Onda mən özüm ona zəng eləyərəm. Şirin, atan yanına gəldi də, bəsdir. Bu nə hərəkətdir? Mana fikrindən daşınsa necə, onda nə olacaq? Qanun oyuncaq deyil. Hər dəfə oyun oynaya bilməz. Onun əlindən hər şey gəlir. Ana. Atacan, anamı güclə razı salmışdım. O yenə fikrindən daşındı. Qızım, bunu yadında saxla. Qumru həmişə anan üçün səndən də məndən də üstün olub. Ata, elə demə. Mən həqiqəti deyirəm, yalan deyirəm. Bunu başa düşmək üçün ağıllı olmaq lazım deyil, qızım. Hər şeyi öz gözlərinlə gördün. Anam Qumrunu da, məni də, hamımızı çox istəyir. Sən belə deməklə özünü aldadırsan. Ustad, Hə, Qabili çıxarmaq üçün bütün günahı Dursun xanın üstünə atdınız. hə, elədi. Niyə belə elədiniz? Ona görə ki, Dursun xan bunu heç vaxt inkar eləyə bilməyəcək. Bu da qəhrəman. Ustad, icazə verin onun dərsini verim. Söhbətin Qumrudan getdiyini bilsəydim, sizin oyununuza razı olmazdım. Nəyə görə? Çünki Qumrunun mənim olmağını istəyirəm. Onu oğlunuza vermək istəmirəm. Belə baxanda Qumru bir dəfə ərdə olub. Oğlunuzsa subaydı. Neyinirsiniz Qumrunu? Oğlunuza subay qız ala bilmirsiniz, ha?
Sən nə vaxtdan mənə ağıl öyrətməyə başlamısan? Ustad, lazım deyil. Niyə məni dayandırdın? Ustad, onsuz da hələ Dursun xanım məsələsi həll olunmayıb. Belə istərə qapılsaq, böyük səhv eləmiş olarıq. Yaxşı. Sür gedək. Hə, bugün tez qayıtmısan Qumru. Hə, Necə gəldin? Hər şey yaxşıdır? siz burada neyinirsiniz? Heç. Burada Aydanı gözləyirəm. Mağazaya gedib evə biraz ərzaq almaq istəyirdim. Tək gətirsəm dedim ağır olar. Ona görə də Aydanı dedim. O indi yoldadır. Dərsdən çıxıb evə gəlir. Başa düşdüm. Nə oldu? Yerləşdin? Heç bilmirəm necə deyim. Telefona cavab ver. Alo, Alo, inciməmsən qızım. Bəstənin sənə dediklərini eşitdim. Sənə onun atelyesində iş olmasa, mənim şirkətimdə iş olacaq. bu necə olacaq? Heç nədən çəkinmə qızım. Sən rahat danış qızım. Sabah tezdən səni şirkətdə gözləyəcəm. Yaxşı, sağ olun. Zəng eləyən kim idi? Qasım bəy, Hə. Sənə nə deyirdi? dedi ki, səhər tezdən işə gəl. Hə, Allaha şükür. Heç bir şey demədiyini görüb, elə bildim yenə işin alınmayıb. İstədim sizi heyecanlandırım. Hə, yeri gəlmişkən, Aydana deyin evə gəlsin. Mən sizlə mağazaya gedərəm. Lap yaxşı. Onda bazarlığa bir yerdə gedək. Ustad, bax buradadır. Sən burada gözlə. Özüm gedib qayıdıram. Yaxşı. Salam aleyküm. Əleyküm salam. Siz Humayunsuz? Bəli, Mən Əlişirəm. Sizin rəhbəriniz olacağam. lap yaxşı. Tanışdığımıza şad oldum. Gedək sizə iş yerinizi göstərim. Buyurun gəlin. Yaxşı, sağ olun. Uşağımı ver, qaytar balamı. Yalvarıram onu məndən alma. Çək əlini! Oğlum, oğlum. Hey! Gözlə görüm. Əgər hayküy salsan, oğlunu bir də görməyəcəksən. Başa düşdün? Xahiş edirəm oğlumu qaytar. Evdən getmək lazım Nə deyildi. olar, oğlumu məndən alma. Kəs səsini! Axı niyə onu məndən almaq istəyirsən, hə? Evdən getmək lazım deyildi. Yalvarıram, oğlumu aparma. Səndən qorxduğum üçün getdim. Bu bəhanə ola bilməz. Başa düşdün? Xahiş Çəkil! edirəm, oğlumu Rədd ol. qaytar. Oğlum. Gözəl balam. Aç qapını tez ol. Oğlum. Oğlum.
Buyurun. Çox sağ olun. Qapını döyüb gəlsəz, yaxşı olmazdı, ədəbli dostum. Cəfər, bu sözü demək üçün biraz yuxarı vəzifədə olmaq lazımdır. Sizsə çox aşağı vəzifədəsiz. Böyük məmnuniyyətlə çənəni sındırardım, amma buna vaxtım yoxdur. Çox təəssüf eləyirəm. Vaxta hörmət etdiyiniz üçün çox sağ olun. Hə, bu adam yeni iş yoldaşımızdır. Adı Humayundur. Ümid eləyirik ki, bir yerdə şirkətimiz üçün böyük işlər görəcəksiniz. Hə, əlbəttə. İşiniz avand olsun. Harda oxumusan? Mən birinci dəfə gördüyüm insana sən deyə müraciət eləməzdim. Çünki o sənsən. Mən deyiləm. Hey, mənə bax görüm. Əlişir bəy kimi sənin sözlərinə qulaq asıb sakit dayanmayacağam. Bu yekə başını yerindən üzərəm. Başa düşdün? Oo, nə yamansan. Sən hələ məni tanımırsan. Mən səni hələ çox təəccübləndirəcəm. Əgər belə eləməyə davam eləsən, başa düşdün? Yaxşı. Mən də tamaşa eləyərəm. Hı? Tamaşa eləməyə də qoymayacağam. Gəl oğlum. Bu uşaq kimin uşağıdır? Mənim oğlumdur. Doğrudan. Bəs anası ana? Anası ölüb. Doğrudan. Adı nədir? İmran bəy. Abrar, qulaq as. Apar İmran bəyə yemək ver. Sonra isə yatızdır. Yaxşı. İşə gedirsən? Hə, işə gedirəm. Hə, işdən sonra evlərə baxmağa gedəcəm. Ev tapan kimi öz evimi satacağım. Onda mən evdəki əşyaları yığışdırmağa başlayım. Hə, İnşallah tezliklə yaxşı bir ev tapıb buranı da satarsan. Allah qoysa, qismət. Yaxşı, salamat qal. Yaxşı yol. Mən sənə dedim axı, evimə yaxınlaşma.
Mən oğluma görə hər şey eləməyə hazıram. Ölməyə də hazırsan? Mənim üçün fərqi yoxdur. Sənin əlindən başqa heç nə gəlmir. Çıx get. Uşaq hələ təzə sakitləşib. Belə daş ürəkli olma. Axı mən onun anasıyam. Hey, mən də atasıyam. Oğlum, İmran bəy. Oğlum, Əbrar, bura gəl. oğlum. Gəl bunu apar. Əl ayağını bağla. Deməli belə. Sən elə görəcəksən. Güya heç nədən qorxmurdu. Hürküdən kimi qaçdı. Dursun xan. Mənə bircə o kömək eləyə bilər. Dursun xan. Sənə uyğun işlər çoxdur. Lap yaxşı. Amma mənim diplomum yoxdur. Buna göz yumarıq. Narahat olma qızım. Buyurun reis. İstədiyiniz sənədlərdir. Bir dəqiqə, Əlişir. Sənə köməkçi lazım idi, hə? Hə, lazımdır reis. Budur, bax. Sənə nümunəvi köməkçi tapmışam. Çox gözəl, reis. Sən onda get, kadrlar şöbəsi ilə görüş. Əmək müqaviləsi bağlayın. O haradaydı? Kadrlar şöbəsi buradan çıxanda sol tərəfdə 6-cı otaqda yerləşir. Yaxşı oldu. Gedə bilərsən, qızım. Bu qız kimdir, reis? Bu qız mənlə ailəm arasındakı yeganə bağdır. Aydındır. Salam əleyküm. Əleykümə salam. Bağışlayın. Mən Dursun xan adında bir adam axtarıram. Hə, nə olub? Nəyinizə lazımdır? Mən onun arvadıyam. Siz onun həyat yoldaşısınız? Hə, elədir. Mən Manaf bəyin arvadıyam. Hə, siz Gülsümsüz? Hə, düzdür. Xahiş edirəm, mən təcili Dursun xanla danışmalıyam. Mənə onun köməyi lazımdır. Deyəsən, sizin xəbəriniz yoxdur. Dursun xan bir həftədən çoxdur ki, işsiz tozsuz yoxa çıxıb. Axtarışa vermişik. Nə? Bu necə ola bilər? Bilmirəm. İnciməyin, amma mən ərinizdən şübhələnirəm. Ümid eləyirəm, o yaramaz insan ərimə heç nə eləməyib. Bəs siz polisə xəbər vermisiniz? Yaxşı, bəs axtarışı kim aparır? Hə, bir yaxşı müstəntiq onu axtarmaqla məşğuldur. Məni o adamla görüşdürə bilərsiniz? Hə, əlbəttə. Mənsura, bilirsən, həbsxanada olanda nə fikirləşirdim? Hə, nə fikirləşirdin? Deyirdim, görəsən, mənə həbs cəzası verilsə, məni gözləməyib başqa birinə ərə gedərsən, bunu fikirləşəndə çox narahat olurdum. Bu yaşımda kimdir məndən evlənən ay kişi? Özün haqqında belə fikirləşmə, arvad. Sən hələ də gözəlsən.
Qəribədir. Sən tərifləməyi də bacarırsan? Mənə nə olub ki? Hə? Mən həmişə səni tərifləmişəm. Yalandan da olsa. Hə, yalandan. Yadındadır. Sənə deyirdim gözlərin çox gözəldir, amma sən inanmırdın. Oy, Bilirsən, mən bunu sənə ürəkdən deməmişəm. ciddi deyirsən? Yaxşı, bağışla. Bilirsən ki, zarafat eləyirəm. Nə xəbər var? Bura atasının evidir. Özü başqa yerə köçüb. Atası, anası sağdır? Hə, Əbrar, qulaq as. Sən bu evi izlə. Sabah vəziyyətimiz pisləşsə, dərhal gəlib ata və anasını girov götürərsən. axı bu çox ağır cinayətdir, ustad. Bəs adam öldürmək necə? Mən sənin xeyrini fikirləşib danışıram. O müstəntiq çox həddini aşır. O hər şeyi dəqiq araşdırmayana qədər bu işdən əl çəkməyəcək. Biz onu yalnız ailəsi ilə dayandıra bilərik. Ustad, ata-anası çox yaşlıdır. Gəlin, başqa qohumundan istifadə eləyək. Əgər ata-anası olmasa, onda biz arvadı ilə uşaqlarını taparıq. Mənə bax, Əbrar, görəsən bu müstəntiqin arvadı necədir, hə? Yəqin gözəl olar, hə? Bilmirəm. Sən bir təsəvvür elə. Hisslərin sənə nə deyir, şagird? Salam əleykum. Salam əleykum. Aleykümselam. Bu qadın Manaf bəyin arvadıdır. Ha, axı deyəsən onun arvadı ölmüşdü. Mən onun qeyri-rəsmi arvadıyam. Bu yaxınlara qədər onunla yaşayırdım. Mənə nəsə məlumat vermək istəyirsiniz? Hə, Eşidirəm, qulağım sizdədir. eşitdiyimə görə Dursun xan artıq bir həftədir ki, yoxa çıxıb. Ha, elədir. Mən sizə Dursun xan yoxa çıxmazdan əvvəl baş verən hadisəni danışmaq istəyirəm. Eşidirəm. Buyurun, danışın. Daya, sən olmayan müddətdə çox şeylər baş verdi. Əvvəl demək istəyirdim. Amma səni həyəcanlandırmaq istəmədiyim üçün sustum. Yaxşı, danış görüm. Mən arvadımdan rəsmən boşandım. Bu baş verməli idi. Bu yeni xəbər deyil. Axıra qədər qulaq as dayı. Bunu anam tezləşdirdi. Bacım, mən onun xasiyyətini yaxşı bilirəm. O buna necə razı oldu, hə? Sən axıra qədər qulaq as. Anam qumrunu gəlin gətirmək istədi. Axı qumru bacımın xoşuna gəlmirdi. Yəqin çox əziyyət çəkmisən, hə? Onu necə razı salmısan? Düzdür. Mən qumruya qarşı biganə deyildim. Amma
anama heç nə deyə bilmədim. Get. Bu yalanları öz dost tanışlarına danış, bildin? Dayı, yaddan çıxarma. Mən sənə nə qədər yaxşılıq elədim. Nə dedin? Sən yaramaz. Mən həbsxanada olanda mən Surənin əlində olan pulların hamısını almısan. Yoxsa düz demirəm? Fikirləşmədin ki, o yazıq qadınlar heç yerdə işləmirlər, necə dolanacaqlar, hə? Üstəlik, sən olan borcdan da çox alıb aparmısan. Əgər sənin kimi qohumdan yenə 2 dənə olsaydı, mənə düşmən lazım olmazdı. Mən onlardan pul istəmədim. Özləri mənə verdilər, mən də götürdüm. Mən başqa neyə bilərdim axı? Pulu sənə niyə verdiklərini bilirəm. Sən minnət eləyib onları alçaldandan sonra nə etməliydilər? Buna dözməli idilər, hə? Mən hardan bilərdim? Fikirləşdim ki, malları satdığın adamlar pulları verəndən sonra vəziyyətləri yaxşıdır da. Hansı ağılla belə fikirləşdin? Hə? Onlar necə yaxşı dolana bilərdilər? Özləri də kirayə evdə qalırlar. Şöhrət dostum sağ olsun. Ondan zəhləm getsə də adam yerinə qoymasam da, kirayə pulunu verməyə kömək eləyib. Bunu bilirsən? Sağ olsun, imkanı var kömək eləyib də dayı. Hə, sən ömrü boyu kasıbsan. Yadından çıxarma. Nə qədər yoxdur desən, əlindəkilər də yoxa çıxacaq. Yaxşı dayı, nəsihət lazım deyil. Ey, yaxşı, ged işinlə məşğul ol. Dayı! Dayı! Sənə lazım deyildim. Niyə yenə məni narahat eləyirsən? Səndən qanuni boşanmaq istəyirəm. Bunu çoxdan eləmək lazım idi. Hə. Başqa bir məsələ də var. Evdə anamla atam, bir də qardaşlarım yaşayır. Bunu bilirəm. Boşanma zamanı məndən heç nə istəməməlisən. Niyə istəməməliyəm? Sevər, məni əsəbləşdirmə. Qorxma. Mənə sənin bir qəpiyin də lazım deyil. Oğlumu ver, başqa heç nə istəmirəm. Verəcəm. Amma mənim də şərtim var. Narahat olma. Heç nə tələb eləməyəcəm. Yoxsa başqa bir şərtin də var. Yox, elə bunu istəyirdim. Şərtim odur ki, heç nə tələb eləməyəcəyinə dair sənəd imzalamalısan Sevər. Sonra oğlunu rahat götürüb apara bilərsən. Oğlumu? Hə, oğlumuzu demək istəyirdim. Yeri gəlmişkən, elə bugündən etibarən mən sənin üçün yadam, Sevər xanım. Elə indi sənə kağız yazıb verəcəm. Yox, bu iş burada alınan iş deyil. Səhər tezdən sənədləri hazırlayıb notariusa təhvil verəcəm. Ondan sonra səni çağıranda gedib imzalayarsan. Buyurun. Bu da satış hesabatları. Yaxşı. Alın bu hesabatları 11-ci otağa aparıb verin. Bunu doldursunlar. Yaxşı oldu. Gelmək olar. Əlişir bəy verdi. Xərcləri və gəliri yoxlamalısınız. İndi də bura işə düzəldin? Hazır olandan sonra Əlişir bəyin kabinetinə apararsınız. Yaxından çox gözəl görünürsən ha.
Qasım bəy dedi ki, əgər kimsə sənə artıq əski söz desə, ondan özüm danışacağam. O dəqiqədə atamın qanadının altına sığındın. Qumru? Hə, siz? Yatmağa da qoymursunuz. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Gəlmək olar? Belə gecə vaxtı Əslində bunu soruşmamalıydım. Sadəcə hörmət əlaməti olaraq dedim. buyurun. Deyin görüm Dursunxanı bir neçə gün ac susuz saxlamısınız? Gülsüm sizi tapıb deməli. Bəlkə Dursunxan tapıb. Nədir, yoxsa Dursunxanın qayıtmayacağından əminsiz? Siz mən fikirləşdiyim qədər də ağıllı deyilsiniz. Hə, bu qədər vaxt izsiz tozsuz yoxa çıxdığına görə bunu onun dediyinə inanmadım. Bəsdir, daha alınmayacaq. Bilirsiniz, ustad. Ustad? Şagirdləriniz sizə ustad deyirlər. Elədir. Söhbətdən yayınmayın. Bilirsiniz, bu iş çox çətinliklə gedirdi. Mən çox qorxurdum. Fikirləşirdim ki, ilk dəfə işin üstünü aça bilməyəcəm. Amma indi demək olar ki, çox sakitləşdim. İnanırıq ki, siz bu işin üstünü açacaqsınız. Gəlin mövzudan uzaqlaşmayaq. Sizə kim haqq verib ki, kasıbı öz istədiyiniz kimi cəzalandırasınız? Onda bir səhv idi elədim də, biraz əsəbləşmişdim. Mən elədiyim günah üçün cəzalanmağa hazıram. Hə, cəriməsi nə qədər olsa ödəyərəm. Ha, bir də mən vəfat eləyən həyat yoldaşınızın ölüm səbəblərini araşdırmaq istəyirəm. Hər şeylə maraqlanan adamsınız. Elədir. Mən bir işə girişdimsə, onu həll eləməyənə qədər sakitləşmirəm. Salamat qalın. Məni yola salmaq vacib deyil. Hə, Şöhrət, eşidirəm. Yaxşı, bu məsələ haqda görüşəndə bir daha danışarıq. Hə, sənlə vacib bir işim var.
İndi görüşsə yaxşı olardı. Bu işə çox çətinliklə qəbul olunmuşam. Əgər mənə yazığın gəlirsə, məni rahat burax. Yox, əgər desən ki, səndən əl çəkməyəcəm, onda özümə başqa iş taparam. Qumru, sevgini qazanmaq üçün hər şeyə əvvəldən başlayacağam. Heç bir xeyri yoxdur. Mən bir dəfə inamımı itirdimsə, onu bir də geri qaytarmaq olmur. Yaxşı. İş vaxtı səni ümumiyyətlə narahat eləməyəcəm. Amma işdən kənarda sənin ürəyini ələ almaq üçün əlimdən gələni eləyəcəm. Səni nə qədər axtardım. Xahiş eləyirəm. İşdən kənarda da məni narahat eləmə. Məni rahat burax. Qumru, Hə, qızım. Dərslərini oxuyursan? Hə, ata. Yaxşı, sən dərslərini oxu. Eşidirəm, ata. Yox, dərslərini hazırla. Mənə fikir vermə, qızım. Desəm inanmayacaqsınız. Hə, nə olub? Hə? Sultan bazarlıq eləyib gəlib. Nə? O yenə gəlib? Mən ona demişdim, qapıdan içəri girməsin. O Qumruya görə gəlib. Yenə sənə yaltaqlanmağa başlayacaq. Görərsən. Dayı, necəsən? Bibi, biraz bazarlıq eləyib gətirmişəm. Qoydum mətbəxə. Onlardan nəsə bişirərsiz. Dayı, belə qaşqabaqla dayanma da. Bugün azadlığa çıxmağını qeyd eləyəcəyik. Bu təzə yadına düşdü, hə? Deyiblər, gec olsun, güc olsun. Bibi, yeməyi özünüz bişirəcəksiniz? Bacı, sən də anana kömək elə, yaxşı? Görmürsən? Dərs hazırlayır. Yaxşı, onda özüm kömək eləyərəm. Bibi, mən eləməliyəm, de. Necə kömək eləyə bilərəm? Mətbəxə getməyib burada otursan, böyük kömək eləmiş olarsan. Bu ən xoşladığım işdir. Düzdür, biraz çətin olacaq, amma öhdəsindən gəlməyə çalışaram. Dərsimi sonra hazırlayaram. Gedim anama kömək eləyim. Ha, səndən çox bacarıqlı gəlin olacaq. Düzünü dedim də, dayı. Ha, yeri gəlmişkən düyünün qiyməti yaman qalxıb. Hələ əti demirəm, çox bahadır. Sultan, əgər sən bir də qiymət haqqında danışsan, yeməyi özün yeyəcəksən. Yaxşı, bağışla dayı. Otur dayı, gəl bir söhbət eləyək. Otur.